Alo. Onu gətirəm. Bu buradan. Şey bizim ailədə. Buradan qoy. Qabağa da gəlin elə. Gəlin, zəhmət olmasa qeydətdən keçin. Sağ olun. Ne yazar? Ne yazar? Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. İlk öncə dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Bugün bura toplaşmamızın məqsədi insan alverinə qarşı mübarizə, insan hüquqlarını müdafiə mövzusunda maarifləndirici tədbir keçirilir. İstədim qonaqlarımızı sizə təqdim edim. Hacıqabul rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Natiq Əhmədov, Hüquq Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Ələkbərov, Vəkillər Kolleqasının üzvü Namiq Həşimov. İstədim qısaca mərkəzimizin fəaliyyət istiqamətləri haqqında sizə məlumat verim. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq Ailələri Dəstək Mərkəzi əhalinin sosial həssas təbəqəsi ilə işləyən, uşaqların və ailələrin rifahına dəstək verən bir qurumdur. Mərkəzimizin əsas fəaliyyət istiqamətləri nəzərinizə çatdırmaq istərdim. Sosial xidmətlərin göstərilməsi, ailə daxili problemlərin aradan qaldırılması, uşaq hüquqları və onların müdafiəsi, maarifləndirmə və psixoloji dəstəyin göstərilməsi. Biz ailələrin rifahı və uşaqların təhlükəsiz mühitdə böyüməsi, sağlam cəmiyyətin formalaşması üçün çalışırıq. Uşaq və Ailələri Dəstək Mərkəzi olaraq insan hüquqlarının müdafiəsi və hər bir insanın ləyaqətlə yaşamaq hüququ bizim üçün prioritetdir. Bu səbəbdən insan alverinə qarşı mübarizə vacib sahələrdəndir. İnsan alveri dedikdə insan azadlığının, ləyaqətinin və hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu sadəcə bir cinayət deyil, eyni zamanda insanlıq əleyhinə yönəlmiş ən təhlükəli fəaliyyətlərdəndir. Bununla mübarizə aparmaq, fərdləri məlumatlandırmaq, bu istiqamətdə işlər görmək lazımdır. Hər birimiz bu mübarizədə maariflənməli, ətrafımızdakilərə dəstək olmalı. Bu istiqamətdə maariflənməli, ətrafımızdakilərə dəstək olmalı və bu istiqamətdə atılan addımlarda aktiv iştirak etməliyik. İstərdim keçid edərək sözü qonaqlarımıza verim. Buyursun, Hüquqi Sosial Yardım və İctimai Birliyinin sədri Fariz Ələkbərov. İlk öncə sizə təşəkkür edirəm ki, bu tərəfi yaratdığınız və eyni zamanda Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsinin rəhbərliyinə olan xanımına təşəkkür edirəm. Sizə də bu istidə gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm ki, baxmayaraq bu iş günündə hər işinizə atıb gəlmişsiniz. Bizim layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatı dövlət dəstəyi agentliyi maliyyə dəstəyi ilə insan alveri mübarizə, insan hüquqlarının müdafiəsi ictimai kampaniya təşkil edilir. Hansı ki, bu layihə artıq bizim bundan qabaq da bir-iki rayonda həyata keçirilmişdir, Saatlı və Artıq Zərdab rayonlarında. Və mən istəyərdim ki, bir keçid verir bizim Natiq müəllimə fikirlərini bildirsin, sonra mən artıq layihə ilə bağlı geniş fikirlərini bildirəm. Natiq müəllim, siz zəhmət olmasınız. Hörmətli qonaqlar, əziz tədbir iştirakçıları, mən də öz növbəmdə sizi salamlayıram. Bugünkü tədbirimizin mövzusu həm ölkəmiz üçün, həm dünya ictimaiyyəti üçün aktual mövzulardan biridir. Belərək ki, nəzərinizə çatdırım, Azərbaycan Respublikasında Ermənistanla münaqişə dövründə insan alveri ilə bağlı problemlərdən əziyyət çəkmişdir. Belə ki, bizim müharibə zamanı əsir düşmüş vətəndaşlarımız həmin bu əməllərin qurbanı olmuşdular. Bugün biz çox şadıq ki, artıq ölkəmizdə əmin-amanlıq hökm sürür. Artıq bu problemlərin də biz sonuna çatmışıq. Hal-hazırda ölkəmizdə bu istiqamətdə mövcud qanunvericiliyi daha da təkmilləşdirilir. Lakin bununla bərabər bu istiqamətdə mübarizə yalnız dövlət orqanlarının deyil, bununla bərabər qeyri-hökumət təşkilatının, vətəndaş cəmiyyəti üzvlərinin
məsuliyyətindən irəliləyən bir məsələdir. Bununla bağlı qeyd etmək istəyirəm ki, biz rayonumuzda müxtəlif qeyri-hökumət təşkilatlarının, digər qurumların bizim sakinlərimizlə maarifləndirici görüşlər keçirməyində biz də maraqlıyıq və buna görə də öz növbəmdə mən sizə təşəkkür edirəm bugünkü tədbirin təşkili üçün. Və mən inanıram ki, bugünkü tədbir bizim iştiraklarımız üçün çox faydalı olacaqdır. Mən mövzunu çox danışmaq istəmirəm, çünki əsas mövzu barədə, əsas mətn barədə bizim Fariz müəllim sizə ətraflı və geniş məlumat təqdim edəcək. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. Mən minnətdaram. Xaçqallı və İcra Hakimiyyətə də bizim dəvətimizi qəbul etdiyiniz üçün rəhbərinizə də minnətdaram, çatdırasınız. Təşəkkür edirəm. Ümumiyyətlə, insan haklarına bağlı bir qısa bir anlayış verir. Ondan sonra bizim təlimçinin məlumatlarım artıq bu barədə geniş ətraflı məlumat verəcək. Bizim insan hakları deyəndə tək burada cinsi istismar deyil, burada insan orqanların transfer məsələsidir, əmək istismarıdır, uşaq əməyin istismarı, uşaq dilənçiliyidir ki, hansı gün bu məsələlər aktualdır və problemlər var. Və birisi də bizim Daxili İşlər Nazirliyi yanında İnsan Hakları Qarşı Mübarizə Baş İdarəsi var ki, artıq neçə illərin yaranan və eyni zamanda da ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində İnsan Hakları qurbanlarına yardım mərkəzi var və onunla paralel olaraq Daxili İşlər Nazirliyinin tabirçində bir İnsan Hakları qurbanına sığınacaqlar var ki, mən bu yaxınlarda biz həm Daxili İşlər Nazirliyi nümayəndəliyi ilə bir sığınacağı da getdik, baxış keçirdik yeni. Məsələ arasındadır ki, bugün bizdə təbii ki, insan hakları bizdə həyata keçirilmir, keçid olaraq xarici dövlətlərə apardım yeni. İstədim ki, buna bağlı Namiq müəllim, bizim vəkillər kollega sözlü Namiq Eşnur təlimçinin ətrafda bir danışsın. Ondan sonra gəlir, mən əlavə olaraq yeni fikirlər bildirəcəm buna bağlı. Buyurun, Namiq müəllim. Mən tədbir iştirakçılarını salamlayıram. Və mən çalışacağım ki, insan hakları ilə bağlı qanunlardan müəyyən informasiya verim. Deməli, 28 iyun 2025-ci ildə Azərbaycanda insan haklarına qarşı rəsmi qanunu qəbul olunmuşdur. Bu qanuna əsasən insan hakları deyəndə biz nə başa düşürük? Qanunda tətbiq olunmuş ki, mən istəyirəm sizə izah verəm onu. İnsan hakları zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə hədə-qorxu və ya digər məcbur etmə vasitələri ilə oğurlama, dələduzluq, aldatma yolu ilə təhsil imkanlarından və ya zərurət vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, uşağın istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan hakları hesab edilir. İnsan haklarına, belə deyək, ora daxildir, məcburi əmək, yəni qanunsuz olaraq şəxsin müəyyən işin yerinə getirilməsinə məcbur edilməsi, cinsi istismar, köləliyə bənzər adətlər, insan haklarısı. İnsan haklarına qarşı risk qrupuna əsasən potensial qrupları, avaralıqla, dilənçiliklə məsul olanlar, zəif, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərarlı şəkildə yayılan uşaqlar, narkotik vasitələrdən və psixotor maddələrdən asılı olan insanlardır. İnsan haklarına qarşı müxtəlif mübarizə prinsipləri vardır. Bu prinsiplər insan hakları qurbanlarının cəmiyyətdə ayrı seçkiliyə məruz qalmasının qarşısının alınması, insan hakları qurbanlarının təhlükəsizliyinin və onlara nəzakətli rəftarın təmin edilməsi, insan haklarına görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi, təşkilatı xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan haklarına qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi. İnsan haklarına qarşı mübarizəyə bağlı milli koordinator yaranmışdır. Milli koordinator milli fəaliyyət planının həyata keçirilməsi üçün məsul şəxsdir. İnsan haklarına qarşı mübarizədə Azərbaycan polisinin xüsusi yeri vardır. Xüsusi polis qurumu insan hakları qurbanlarının müəyyən edilməsi, müdafiə edilməsi ilə yanaşı, həmçinin insan hakları ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat axtarış fəaliyyətlərini və cinayət tədbirini həyata keçirir. İnsan hakları ilə bağlı cinayət işi üzrə araşdırma apararkən toplanan məlumatların qeydə alınması və istifadəsi üçün vahid
vahid baza yaradılmışdır. İnsan alverinə qarşı mübarizə sahəsində insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikası yurdlarından kənarda olduqları təqdirdə onların hüquq və mənafelərinin müdafiəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndələri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinə qarşı mübarizəni həyata keçirən orqanlara hərtərəfli yardım edirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə təkliflər hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarına tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə proqramlar və kompleks tədbirlərin planlarını hazırlayır və həyata keçirir. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edirlər. İnsan alverinin qurbanlarla bağlı profilaktikası təşkil olunur. Belə ki, qadın və uşaqların hüquqi və sosial müdafiəsi gücləndirilir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi təmin edilir. İnsan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarlar həvəsləndirilir. İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət hüququ və digər tədbirlər barədə məlumatlandırılır. İnsan alveri qurbanları xüsusi reabilitasiya müəssisələrində yerləşdirilir. Belə ki, insan alveri qurbanlarının müdafiəsi üçün qeyd edilən müəssisələr yaradılır. İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, insan alveri qurbanlarına yardım mərkəzləri, xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsizdir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmət göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, həmin onların fəaliyyətinin nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsan alveri üçün müvəqqəti yaşaması üçün sığınacaqlar yaradılmışdır. İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, insan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi, orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları təmin edilməsi, onlara təxirə salınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün yaradılır. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq, tərcüməçinin xidmətinə istifadə etmək imkanları yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır. Sığınacaq verilmə müddəti sığınacağa xüsusi polis qurumunun və insan alveri qurbanının vəsadəti ilə uzadıla bilər. Bütün hallarda sığınacağa yerləşdirmə və sığınacağa verilmə müddətinin uzadılması insan alveri qurbanlarının razılığı ilə həyata keçirilir. İnsan alveri qurbanlarına yardım mərkəzləri yaradılmışdır ki, insan alveri qurbanları onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək məqsədli yaradılır. Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinə anonimliyi təmin edilir və onların razılığı olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq, himayəçi orqanlarına uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası, onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədində həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji reabilitasiya və psixoloji korreksiya, tibb və peşə
reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsi nəzərdə tutulur. İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərərkən, onun mənafeləri, uşağın mənafeləri üstün tutulmalı, uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununa, uşaq hüquqları haqqında BMT-nin konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qurumlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uşaq hüquqlarının və qanuni hüquqlarının qorunması üçün tədbirlər görülür. Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır. Deməli, 30 iyul Beynəlxalq İnsan Alverli Mübarizə günüdür. Biz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 11 may 2010-cu ildə də biz bu ratifik qoşulmuşuq. İnsan Alverli Mübarizə BMT-nin qərarına. Eyni zamanda bunun da məharətçi, belə bir insan qurbanları var ki, insanlar var ki, ondan istifadə edir, onun düşdüyü sosial vəsiqəsindən istifadə edir, onu həmin belə götürüb tora sala bilirlər rahatca. Ona görə ona deyirlər potensial insan qurbanı. Yəni ki, çətin həyat yaşayan, məsəl üçün, səfir həyatda olan, yəni insanın sosial problemi aşağı olan insanlar artıq o insan qurbanına keçirir daha yaxındır. İstərdim ki, siz də bir fikirlər, suallarınızı verəsiniz. Və bir də ki, insan və qurbanlarla bağlı qaynaq xətt var. Birisi də Daxili İşlər Nazirliyinin yanında 152 saylı qaynaq xətt var. Yəni ki, hansı ki, bu mütəmadi işləyib. Düz 102 saylı xətt də var, 102 saylı ümumi Daxili İşlər Nazirliyi xəttidir. Amma 152 saylı xətt isə birbaşa olaraq anonim xəttir. Yəni, hər hansı məsələ üçün, bu erkən nigahlar götürək. Bir gün rayonlarda məsələn, onunla bağlı üzrə Ailə İşlər Dövlət Komitəsi biz uzun müddət çalışdıq, ona nail olduq ki, komitə Bahar xanım sağ olsun, səy nəticəsində bu 1 yaş məsələsi, bu qan qohumlarla bağlı, mən özüm şəxsi iştirak eləmişəm, o qanunverici təklifində, mütəmadi tədbirlərdə biz təkliflər verdik komitəyə, o qohum nigahlarının qarşı alınmasına bağlı artıq qanunvericilik qəbul olundu, artıq bu verildi. Erkən nigahlar özü də bilir, yəni ki, artıq bir vaxtının əvvəl uşaq olan insan qurbanına keçid səbəb olan bir amildir. Yəni, bununla bağlı biz uzun illərdir dövlət tərəfindən mütəvazi addımlar. Ona baxmayaraq yeni rayonlarda bu hadisələr baş verir, gizli lokal baş verir, üzə çıxdıqca biz onun yanı qarşısını alırıq yəni. Çünki insanların düşüncəsi dəyişilməlidir. İnsanlar başa düşməlidir, bu cinayətdir, buna gedmək olmaz. Yəni, erkən nigah olsa, digər halda olsun yəni. Və eyni zamanda Daxili İşlər Nazirliyi yaxud edildiyi 152 qaynaq xətt xidməti var ki, o anonim xəttdir. Yəni, o xəttə kim zəng vursa da qarşı tərəfi yəni ki, anonimliyə qorunmaq şərtilə hər hansı problemi demək olar. Eyni zamanda komitənin 960 qaynaq xətti var səhv olunca. Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsinin də özünün qaynaq xətt xidməti var ki, ona da hər hansı bir problemlə bağlı müraciət etmək olar. Yəni, məqsəd bugünkü gün bu tədbirlərin həyatı, silsilə tədbirlərin həyata keçirmək. Fərqi yoxdur, insanlar olsun, məişət dövlətlər olsun, hər hansı bir hüquq pozuntusu yaranmaz. İnsan əleyhinə cinayətlər baş verirsə, onların qarşısına alınması, profilaktik tədbirlərin görülməsi. Yəni, hər hansı hadisə baş verirsə, qonşuda, yaxında, qohumda, onlarla bağlı vaxtında bir məlumat verilsə, həmin insanın həyatını qurtarma daha rahat olar. Burada intiharda məsələn insanları qurtarmaq rahat olur və digər məsələlər. Ona görə də məqsəd müvafiqləndirmə işlə aparılması, elə bir hadisəyə rastlaşırsınızsa, rastlaşan zaman siz məlumatlı olmalısınız ki, sizə müraciət edən zaman ki, bir insan kimi iş axtarırsa, xaricdən bir təklif gəlirsə, yeni ilk öncə hansı addım atmalı, hara zəng vurmalı? Məsələn, ən çox turizm agentlərinə bağlı müraciətlər olunur. Həmin ölkələrlə bağlı araşdırma aparılmalıdır, tam araşdırma aparılmalıdır. Əgər gördüyü şübhəli məqamlar var, mühasirəyə məlumat vermək lazımdır ki, artıq məsələn, yəni insanın nə qədər ölkədə də problem olmur. Ölkədən çıxanası artıq onun əl çatanlığı olmaz olur ki, o nasıl mümkün olmalı, hansı kömək dəstəyin göstərilməsi. Ona görə də yəni, mən istərdim ki, bir sual-cavab əsasında sizin fikirlərinizi alın ki, buna bağlı ki, suallarınızı verə bilərsiniz, hüquq da bağlı verə bilərsiniz, insanlara bağlı verə bilərsiniz, məişət ölkəyə belə bağlı verə bilərsiniz. Ümumiyyətlə, bu qadın uşaq hüquqlarına bağlı verə bilərsiniz suallarınız varsa, buyurun verin. Şimdi sual var. Heç bir sualı yoxdur. Həkimlər var da, xəstəxana. Tibdən var, sinsi tibdən. Mən özüm uzun müddət
tibb işçilərini insanlıq qurbanları və təlim keçmişəm. Bir sual verim sizə. Bax, insanlıq qurbanı gəlib yaxınlaşırsa, anonimliğini qoruya bilirsiniz? Necə qoruyursınuz? Bax, məsələn, insanlıq qurbanı yaxınlaşır sizə və məsələn, təbii ki, göndəriş əsasına yaxınlaşır. Olan xüsusi göndərişi var, yəni dövlət tərəfindən yeni göndəriş əsasında onların üçün müalicəsi və əsasında pulsuz həyata keçirilir, dövlət hesabına həyata keçirilir və ona gedəm. Çünki mövcud mütəmadi rayonlarda olmuşam yəni və dövlət xəstəxanalarında biz yeni insanlıq qurbanlarının kompensasiyalarının qorunması, onların yaxınlaşan zaman onların belə götürək də, yəni çox var məsəl üçün İnsanlıq qurbanı yaxınlaşır, onunla kartasına baxanda bəzi götürür, bəzi məsəl vətəndaş həkim deyə biraz ucadan məsəl üçün onu səsləndirir məsəl üçün ki, artıq onu belə götürür, onun o şəxsiyyətinə toxunacağı birisi. Ona görə sual verirəm ki, sizdən məsələn, biz onun şahidi olmuşuq, yəni mütəmadi bəzi həkimlər tərəfindən biz onun qarşısı olması üçün dövlət proqramı var, onu iştirak eləmişəm. Ona bir sual verirəm, məsəl üçün, tibb işçilər, sizdə olubmu belə bir şey, məsələn, müraciətdə, dövlət tərəfindən göndərişdə olur? Olmur sizə göndərişdə. Olur, yəni müəyyən dövlət qurumlarında yeni. Çünki göndəriş əsasında onların tibbi dövlət tərəfindən fərqi yox, potensial insanlıq qurbanında qurban gedilir. Qeyri-xidmət təşkilatları tərəfindən göndəriş verilə bilir artıq, yəni dövlət tərəfindən göndəriş, çünki qanunvericidə uyğun olaraq verilir və onların tibbi tərəfindən hər hansı bir bütün müalicəsi dövlət tərəfindən qarşılanır. Lakin sizin sualı varsa, buyurun, danışın. Yox, müharibin oldu. Sadəcə bayaq dediyim məsələni daha dəqiq etmək istəyirəm ki, ölkəmiz ilk dövrlərdə o qarşılaşdığı bir problemlərdən var idi. Deməli, Birinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan insan orqanlarının transplantasiyası, yəni donorların tapılması üzrə dünyada ilk 5-likdə deyim ki, 5 ildə birinci yerdə idi. Bu da ondan əsaslanır ki, həm müharibə dövründə bizim orada əsir düşən vətəndaşlarımız var idi və təəssüf ki, onlar həmin ölkədə əsirlik dövründə insan alverinin qurbanı olub və donor, potensial donorlar çevrilmişlər. Yəni, bu baxımdan ölkəmizin müəyyən dövrlərdə qarşılaşdığı çətinliklər kimi onu qeyd eləmişdim. Bugünkü Allah ölkəmizə əmin-amanlıqda sabitlikdir. İnsanlar harasa gedəndə heç nədən çəkinmədən, saatdan asılı olmayaraq ölkə arasında sərbəst hərəkət edə bilirlər. Və bu sabitliyin əmin-amanlığını da biz qədrin dəyərini bilməliyik təbii ki. Amma müəyyən bir yerlər var, tutalım bəlkə də bizim ölkədə yoxdur, digər qonşu ölkələrdə insan alveri ilə bağlı müəyyən bir pul müqabilində insanların uğurlanması, digər məsələlər, onların insan alverinin qurbanına çevrilməsi riskləri daha çoxdur. Bu da bayaqda qeyd olunduğu kimi iş imkanları ilə bağlı kimlərsə ola bilər, digər ölkələrdə işləməyə gedərsən, həmin o şirkətləndirici vədlərə aldanırlar, yəni yüksək maaş, yaxşı iş yeri, digər məsələlər aldanıb gedirlər ora və ora düşən vətəndaşların da təbii ki, bütün sənədləri, qeydiyyat prosedurları adı ilə əllərindən alınır və insanlar orada çarəsiz vəziyyətdə qalırlar, köməksiz vəziyyətdə qalırlar və bu da onların əməyinin istismarına gətirib çıxarır. Təbii ki, bununla bağlı xeyli faktlar var, analizansaz, araşdırsaz, internet resursları üzərindən bununla bağlı bir çox vətəndaşlarımızın başına görə bir problemlər gəlib. Ona görə də məlumatlı olmaq, müəyyən məsələlərdən agah olmaq bizi müəyyən bir problemlərə düşmədən öncə ondan xilas edə bilər. Bir məsələ yaxşı vurur lazım. Mən özüm bir ermənilərin məhkəməsində iştirak eləmişəm. Deməli, 2018-ci ildə. Onlar 2 nəfər deməli erməni diversantı idi. Birinci, ikinci Qarabağ müharibəsində iştirak eləmişdi. Şuşa türməsinin alt dodağı oldu. Deməli, onlar bizim əsirlər qayıtan zaman onlar üzrü çizgilərin dövlət təhlükəsizliyi verirlər. Artıq onlarda çizgilər fotorodda hazırlamışdı. Onlar 2-ci Qarabağ müharibəsində döyüşən zaman ələ keçmişdi. 2 dəfə 53-55 yaşlar var belə yeni insan qrupundan gəlib çıxartdı. Biz onların məhkəməsində iştirak edən zaman onlar deməli, istər-istəməz onlar razılığını yaxşı bilirlər, əsirlər oturur məsəl üçün. Orada məsəl o faktları, məsəl üçün biz artıq insan orqanlarının satılması,
götürülməsi, məsəl üçün, hansı bir şüşə türməsinin uzun müddətlər nazorlar olub, orada saxlanan əsirlərin öldürürlər, məsəl üçün, onların orqanın çatılması, məsəl üçün, biz o əsirlərin, məsəl üçün, belə götürək, danışdığını üzləşmə dövrü, mən onu şahid oldum, canlı şahid oldum məhkəmədə, yəni, mən onda bildiyim, o vaxt, məsəl üçün, işğal altı olan torpaqlarda, məsəl üçün, artıq narkotik əkilməsi, yəni ki, artıq o insanlığın qurbanlı hallarının həyata keçirməsi halları var idi ki, şükür Allah'a bugünkü gün bizim Ali Baş Komandan, Cənab Prezident tərəfindən var artıq bunun səyi nəticəsində də artıq Allah şəhidləri rəhmət eləsin, Allah qazilərin şəfa versin, olan nəticəsində bu torpaqlar azad olundu və bugünkü gün artıq sərhəddən tam bərpa olundu və artıq yəni ki, o hadisələr bizim bu işğaldan azad olan torpaqlarda artıq həyata keçirilmir. Amma məsəl üçün, onlar da vaxtıyla məsəl üçün olub, erməni işğal dövründə də olub yəni və eyni zamanda da ki, bu yəni dediyim kimi, bizim əsas məqsədimiz siz gələcəkdə hər hansı bir iş adı altında əmək istismarı olmayaraq və eyni zamanda ölkəyə keçən zamanda sizin bir sənəd mən tövsiyə edirəm ki, hər bir insan ölkəyə keçən zaman sənədlərinin surətini çıxarsın. Niyə? Ola bilər sənəd itsə, sizin şəxsiyyəti mənləşdirmək olmayacaq. Çünki sənəd itirə bilərsə sənəd əslini, sizin şəxsiyyəti mənləşdirməsi üçün uzun bir prosesdir. Çünki o oradan səfirliyə müraciət olmalı, səfirlik müraciət etməlidir Azərbaycan ölkəsinə. O bir proses həyata keçirilənə kimi, yəni artıq sizin üçün də bir narazılıq yaranır. Ona bir tövsiyə edərəm, hər bir vətəndaş ölkədən çıxan zaman sənədlər bir surəti ayrıca qoyulsun ki, əgər sənədi əsli itərsə, hansı sənəd itərsə yine, onun surəti ilə şəxsiyyəti müəyyənləşdirib, sənəddən də tez bir zaman bərpa olub, ölkəyə qayıda bilirsiniz. Ona yenə belə hallar olur və həmər Smayqovda var axı hamısı olur. Yox, bilsin necədir. Baxın, siz tutaq ki, belə götür, adı Polşaya getmişəm, məsələn, Polşada sənədi şəxsi itiris. Bizim, onlar bizim Mayqova daxil ola bilmir ki. Düzdürmü? Sizin yerindəcə məsələn sənədiniz yoxdursa, istəsiniz siz saxlanılır, aparılır, hansı bir tutaq ki, Polşanı belə götürək, bir hüquq mühafizə istəyirlər. Sizin üzərinə sənəd çıxmayacaq, yəni sizi yeniliklə bağlı bir müddət narahatlıq yaradır. Çünki siz özünüzü şəxsi müəyyənləşdirə bilmirsiniz. Müəyyənləşdirmək istəyir, siz ilk səfirliyə müraciət etməlisiniz, səfirliyə gəlməli, səfirliyə gəlsə də belə yeni, səfirliyə sorğu verməli bir Azərbaycan Respublikasına. Bu proseslər uzun bir proseslər gedir. Yəni, ən qısa yolu bunun, sənədin surəti əlinizdə olarsa, ən azından sənədin surəti əsasında dərhal faks verilir, yerindəcə həll olunur. Amma sənədin şəxsiyyəti müəyyənləşdirməyə uzun bir proses çəkir. Prosesə görə də siz də istərsəməz o belə götürür, onların bir saxlama yerində müvəqqəti saxlanılacaqsınız. Ona deyirəm, yəni ki, sənəddən bir surətli, mütləq şəkildə yenə bu bizdə də aiddir, hər bir insan aiddir. Hər bir insan məsələn daha sənəddən bir surət əlində olarsa, itirilən sənədin daha surəti ilə daha rahatdır ki, o sənədi əldə eləmək. Adi sənədi belə bir doğmaq nişanətdən itirilən zaman, onun surəti varsa daha rahat olur əldə eləmək. Nəinki onun olmayaraq sorğudan neçə sorğu verilib əldə eləmək. Vaxt ikisi uzun müddət. O mənada deyirəm ki, çünki ölkədə daha rahatdır. Azərbaycan Respublikasıdır, eyni qanunvericilikdir, eyni dövlət qurumlarında bir-birinə koordinasiya mümkündür. Amma xarici dövlətdə isə onun koordinasiya mümkün deyil o anda. Qısa, yəni onun koordinasiya eləməsi üçün uzun bir vaxt gedir. Bildiniz neydi? O məqsədin yeni sənəd keçən zaman ölkədə mütləq bir sənədin surəti olmağı daha yaxşı olar. Kimin sualı var? Buyurun xanım. Buyurun, fikirlərinizi Yəni, sualı olan olsaydı, verərdi, biz də cavablandırmağa çalışardıq. Baxın, ailə məsələləri, hökmən insan, yəni kimisi, yəni biz iki vəkillər televizyon mən hüquqçular, yəni nə qədər imkan varsa, nə qədərsə imkan varsa, verin hüquqla bağlı suallar. Məsələlərlə bağlı kimin suallar? Verin cavablandırın, kimisi sualı varsa, bax, indi imkan var. Pulsu bir yardımdır. Digər vaxtlarda ödəmişlidir. Yəni ki, nəsə olursa, məsələn, hansı bir ehtiyac olsa, neysə marifləməzsə, verin sualları bizi cavablandıra bilək. Qanunvericiliyə uyğun olaraq. Biz belə deyim də, hər ay ərzində, ay sonunda açıq qapı təşkil edirik. Onlar, yəni bizim vəkillər kolleqasından da üzvümüz olub, Füzuli bəy, o da gəlir. Yəni ki, mütəmadi şəkildə biz
qəbul edirik insanları, onların hüquqi məsələlərini, psixoloji dəstək falan göstərir. Deyirəm, bəlkə o nöqteyi nəzərdən indi bunların sualı yoxdur. Çünki mütəmadi biz təşkil edirik elə bir şeylər. Yəni bizim də yəni ki, qeyri-hökumət təşkilatları olaraq, vəkillərin kollektivisi olaraq yəni biz sizin xidmətlərinizi açırıq, hər hansı suallarınız olarsa dəstək olmağa hazırıq, bacardığımız qədər yeni. Hər hansı bir araşdırılırsa bizi Yenə Dövlət Qurum yönəltə bilərək sizi hüquqlarınızı bərpasına bağlı. Ailə Uşaq Dövlət Komitəsi də daim açıqdır. Mən özüm artıq 18 ildir komitəyə sıx işləyirəm, 2008-ci ildən və son vaxtlarda ki, Baxar xanım özü rəhbər gələndən sonra komitənin vətəndaşlarına imkanları daha da genişlənir və vətəndaşların belə götürək daha əl çatanlığa rahat olur. Yəni, çünki bunu biz mən özüm tərif vermək istəmirəm, komitədə olduğum deyiləm, çünki vətəndaşlar daha rahat sərbəst fikirlərini çatdıra bilirlər, qəbulları yazıla bilir. Komitə Dövlət Bakı özündə də gedirsən komitəyə görən vətəndaşlar çoxdur, rahat gəlirlər, məsələn, yaxınlaşırlar, fikirlərini bildirirlər. Yəni, hər hansı bütün məsələlər araşdırılır və yerindəcə həllini tapılır, köməkli göstərilir. Məsələn, bizim özümüzün WhatsApp qrupumuz var, bilməm, siz orada varsınızmı? Hüquq mühafizə qurumunda Nazimlə varsınız. Bizim WhatsApp qrupumuz var, əlavəli təşkilatlar var. Bütün dövlət qurumları orada var. Hacqabımız yoxdur. Bizim sizdən desəndə var, bizə Daxili İşlər Nazirliyi, rayon icra hakimiyyəti orqanları hamısı var yəni orada. Orada məsəl üçün nəsə paylaşdırsa, həm prokurorluqdur, mən özümdə olduyan Daxili İşlər Komitə hamısı dərhal bütün qurumlar reaksiya verir məsələni onlara həll olunur və ona bağlı daim də komitənin rəhbərliyi ona bağlı dərhal nəzarətə götürüb həllini tapır. Ona görə yəni həqiqətən də yəni uzun müddət komitənin çalışmağına baxmayaraq, komitənin özünün də yəni ki, bu sahədə böyük dəstəyi var hər bir mənada. Hətta elə işlər var ki, komitəyə özdə də məsələn aid olmasa da dəstək verir məsələlər, vətəndaşları qəbul verir, yönətmə hansıcaq. İcra hakimiyyətə bir daha təşəkkür edirəm, Nadir müəllimə, Xurama xanımı təşəkkür edirəm ki, rəhbərlik edin ki, siz gəldiyiniz üçün, Ülvi xanım, son sözü siz deyin. Biz də təşəkkür edirik sizə ki, bu cür maarifləndirici mövzulardan çıxış edirsiniz. İstərdik ki, bu cür mövzular həm davamlı olsun, həm də bizim ən çox, məsələn, kəndlərimizdə olsa daha məqsədə uyğun olar. Çünki rayon yerində onsuz da əksəriyyət insanlar işləyir, ictimaiyyətə çıxırlar, onlar görürlər, ətrafdan maariflənirlər. Belə, məsələn, maarifləndirici tədbirlər biz təklif edərdik ki, həm araşdırılsın ki, hansı kəndlərimizdə daha çox xaricə meyil edib işləyənlər var, yəni, məsələn, o yerlərdə daha çox təşkil olunsa, mənə elə gəlir ki, faydalı olar, yəni, belə düşünürəm, inşallah növbəti dəfələrdə. Bir də canlı, məsələn, istərdim ki, məsələn, lap kino şəklində və yaxud da canlı kimisə həyatın çəkib göstərsəydik daha yaxşı olardı canlı görərlər ki, bizdə həyatda doğrudan da, biz adətən kinolarda rastlaşırıq belə şeylərlə, biraz reallıq elə bildik ki, yəni realda belə şeylər. Bizdə məsələn Daxili İşlər Nazirliyinin belə bir beynəlxalq təşkilat növbə rolikləri var, bir 7-8 dəqiqəlik məsələsi var, hansı ki, onlar var. Mən bilsəydim gətirərdim onu, yəni ki, orada məsəl üçün canlı olaraq məsəl üçün onu göstərirlər və qarşıdan onun profilaktik tədbirləri hansı formatda daha onu eləyərdim, bilməm. Bir var canlı, başı çəkmiş insan danışanda daha yaxşı. Anonim, hə. Nəsə götürə bilir, dərs çıxarda bilir. Ya var, məsələn, danışmaqla belə daha təsirli olmur və ən çox vizual görüş olanda daha məqsəd. Bu belə bir şey deyil, bundan heç belə bir soğurtalım. Çünki bu yaxını tərəfi, insanın ən yaxın tərəfindən onun həyata keçirilən bir şeydir. Bu etibarın sui-istifadədir. Bunu yenə belə götürür. Bugün, mən kişi xeyarları götürüm, mən özüm tutaq bir qohumun tərəfindən məsələn iş adı altında haricə aldılıb gedə biləm. Baxmayaraq hüquqşünasa məsələn insan etibardan, burada etibar məsələsi vardır. Yəni burada sırf insan məsələn bir insan inanır məsələn üçün deyir filan yerdə iş var, gedə işləyir məsələn üçün. Ölkəyə keçindən artıq onun həyatı qaranlığa çevrilir. Yəni bu sırf etibar inamada bağlıdır, vicdana bağlıdır. Yəni bunun belə götürədə tutmaq olmuyor ki, məsələn bu cinayətkar, bu ətraf cinayətkarla hamısı yaxın adam var. Yəni bunu bugün araşdıranda məsələn bütün insan alverçiləri 99% ən yaxın şəbəkədir.
ki, bunlar bir-birinə əlaqəlidirlər, insana etibarından sui-istifadə edilib, aldadırlar yenə. Dələduzluqdur, məsələn, oğuldular hamısı, yəni belə bir insan etibarından sui-istifadə alırlar, onu insan sorğulana bilmir. Nə qədər olmasın, yenə insan inanır məsələsinin yaxınına, inanmırsan ki, bu insan başına bu hadisəyə gətirər. Çox sağ olun, İlqar xanım, sizə də təşəkkür edirəm ki, bu vaxtınızı bizə ayırdınız, minnətdarlığımı bildirirəm sizə. Təşəkkür edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun, gəldiniz. Çox sağ olun. Sağ olun.